Hər kəsə salam dəyərli izləyicilərim. Bugün sizinlə həm ləzzəti, həm görünüşü çox gözəl olan ciyərli bilinçik resepti bölüşəcəm. Siz istəsəniz içliyini ətlə də doldura bilərsiniz. Bilinçik üçün 2 stakan una, 2 stakan süd, 1 çay qaşığı duz və 2 yumurta əlavə edin. Sıralamanı videoda göstərirəm. Öncədən yaxşıca isinmiş tavamı azca yağlayıb bilinçiklərimi 30 saniyə hər iki üzünü bişirirəm. Mən bilincik üçün diametri 20 cm-lik tavadan istifadə etdim. İndi isə ciyərli içliyimizi hazırlayaq. Mən toyuq ciyərindən istifadə edirəm. Ciyəri əl rondosundan keçirirəm və yaxşıca qızmış tavada soğanla birlikdə qovururam. Zövqə görə duzunu, istiotunu da əlavə etməyi unutmuram. Ciyərin tam bişdiyindən əmin olduqdan sonra sonda mən üzərinə cəfəri əlavə edirəm. 1-2 dəqiqə cəfəri ilə qovrulduqdan sonra içliyimiz hazırdır. İçliyimizi ocaqdan kənara alırıq və bilinciklərimizi səliqəli formada bükməyə başlayırıq. Bilinciklərin üzərinə 1 qaşıq içlik əlavə edib bükməyə başlayıram. Bükdüyüm bilincikləri qızğın yağlı tavada hər iki üzünü qızartmağa başlayıram. Hər iki üzü yaxşıca qızardıqdan sonra bilinciklərimiz hazırdır, nuş eləyə bilərsiniz. Onu deyim ki, qızlara hazırlanması çox sadədir, ləzzətini isə söz ola bilməz. İzlədiyiniz üçün təşəkkür edirəm. Videoyu bəyənməyi və fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Hələlik!